Tam paket kupçalı 4 otaqdan ibarət olan mənzil təqdimatına gəlmişəm. Dəyərli izləyicilərim, hər birinizi xoş gördük. Bu günləri mən sizə Xırdalanda 4 otaqlı 1.3 sotda yerləşən evin və torpağın kupçası olan mənzil təqdimatına gəlmişəm. 5-6 daş kürsülü, həyətdən rahatlıqla 2 maşın daxil olan həyət evi tapmışam sizə. Həqiqətən yeri çox əla yerdədir. Gördüyünüz kimi çox zövqlü təmir olunub. Qoşa daşla inşa olunmuş həyət evidir. Belə bir padvala girişi var. Burada görürsünüz. Quru ərazidədir. Həyət evi yerləşir. 5 nömrə məktəbin yaxınlığı. Parka yaxın. 119 nömrəli marşrutun dayanacağına 2 dəqiqə məsafədə. Sizi evlə tanış edirəm. Bura evimizin giriş hissəsidir. 2 mərtəbədən 4 otaqdan ibarətdir. Gördüyünüz kimi bura belə giriş hissəsidir. Burada əlavə bir xaldenik mi deyək, başqa nəsə əşya yerləşdirmək üçün yer qoyulubdur. Ləkənin altında əşyalarınızı yığmaq üçün belə bir yerdə inşa olunubdur. Burada sol tərəfdə yerləşir 1-ci mərtəbənin sanitar qovşağı ilə hamam otağı. Qeyd edim ki, mənzilimizdə 2 sanitar qovşağı var. 1-ci və 2-ci mərtəbədə. Bura mənzilimizin mətbəx hissəsidir. Qarşısı açıqdır. Qeyd etdiyim kimi qoşa daşla inşa olunubdur. Suyu, qazı, işığı tam paket kupçadır. Gələndə solda yerləşir mənzilimizin qonaq otağı. Geniş, rahat, qarşısı açıq olan bir həyət evini təqdim edirəm. Həqiqətən bazar qiymətinə görə çox əla qiymətə təklif olunur. Dönə-dönə deyirəm, kupçalı tam paketdir. Suyu, qaz, işığı daimidir. Məktəb, bağça, yaşayış obyektlərə yaxındır. İndi sizə 2-ci mərtəbəni təqdim edim. Təqdimata başlayıram 2-ci mərtəbə. 2-ci mərtəbədəki yuxarıda sanitar qovşağını göstərdim. Yuxarıda 2-ci mərtəbədə yerləşir 3 yataq otağı. Gördüyünüz kimi bu 1-ci yataq otağıdır. Qeyd edim ki, yataq otağının birindən eyvana çıxışı var. Rahatlıqla əyləşə biləcəyiniz eyvan hissəsi də var. Bura 2-ci yataq otağıdır. Böyük yataq otağıdır. Gördüyünüz kimi burada eyvan hissəsidir. Buradan isə keçirik mənzilin 3-cü yataq otağına. Burada 3-cü yataq otağı. Təmirdən sonra yaşayış olmayıbdır, yeni təmirdən çıxıbdır. Mənzillə bağlı sualınız olarsa, profildən nömrəm qeyd olunub, əlaqə saxlaya bilərsiniz. Sizin də satışda mənziliniz varsa, əlaqə saxlayın, gələk, çəkilişini edək, yaxın bir müddətdə satışına kömək etmiş olarıq. Kanalıma abunə olmağı unutmayın. Bu günə bu qədər, diqqətiniz üçün təşəkkür edirəm.